بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Şeyxülislam Muhammed bin Abdülvahhab rahimehullah özünə atılan iftiralar haqqında bəhs edərək buyurur ki, düşmənlərim mənim haqqımda heç vaxt söyləmədiyim, hətta ağlımın ucundan belə keçirmədiyim iftiralar atmışdılar. Onlardan bəziləri bunlardır. Güya mən 4 məzhəbin kitablarını ortadan qaldırıram. İnsanların 600 ildən bəri haqq üzərində olmadıqlarını deyirəm. Güya müctəhid olduğumu və təqlidə ehtiyac duymadığımı deyirəm. Güya alimlərin ixtilaflarının əzab olduğunu deyirəm. Güya salihlərlə təvəssül edən kəsləri təkfir edirəm. Salihlərlə təvəssül edən kəslər, yəni salihləri vəsilə qoşaraq ya Rabbi filan kəsin hörmətinə mənə falan şey ver deyə təvəssül, yəni salihlərin özünə yönələn yox, Allaha yönələrək onların xatirinə, onların üzü suyu hörmətinə istəyən kəslər bu bidətdir. Bu İslamda bidətdir, amma küfür şirk deyil. Şirk olan birbaşa o kəsə yönəlməkdir. Ey filan kəs, Allahdan mənim üçün bunu istə və yaxud Allah mənim üçün bu duanı elə və yaxud mənim üçün bunu et deyə etmək. Bu şirkdir və Şeyxülislam Muhammed bin Abdülvahhab da bu kəsləri təkfir etmişdir. Güya salihlərlə təvəssül edən kəsləri təkfir edirəm. Allah Rəsulu sallallahu aleyhi və səlləmin qübbəsini yıxmağa gücüm çatsa, onu yıxaram deyirəm. Güya Allah Rəsulu sallallahu aleyhi və səlləmin qəbrini ziyarət etməyin haram olduğunu deyirəm. Güya valideynlərin qəbrini və ya digərlərinin qəbrini ziyarət etməyin haram olduğunu deyirəm. Allahdan başqasına and içəni güya təkfir edirəm. Bütün bunlara cavabım budur. Sübhanallah, bu böyük bir iftiradır. Bundan əvvəl də Allah Rəsulu sallallahu aleyhi və səlləmə İsa bin Məryəm əleyhissalama və salih kəslərə söydükləri iftirası atılmışdır. Onların qəlbləri iftira atma və yalan danışma məsələsində bir-birinə oxşayır. Allah Əzzə və Cəllə buyurdu ki, ancaq Allahın ayələrinə iman etməyənlər yalan uydurur. Allah Rəsulu sallallahu aleyhi və səlləmə mələklərin İsa'nın əleyhissalam və Üzeyr əleyhissalamın cəhənnəmdə olduğunu söylədi, iftirasını atdılar. Güya Məkkə müşrikləri, Yahudilər, Nəsranilər nə dedilər? Güya ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm mələklərin, İsa'nın və Üzeyr əleyhissalamın cəhənnəmdə olduğunu deyir. Hansı ki, Allah Əzzə və Cəllə deyəndə ki, siz də sizin Allahdan qeyri ibadət etdiklərinizlə cəhənnəmin odunusunuz, yanacağısınız. Məkkə müşrikləri və yaxud Nəsranilər şübhə gətirdilər. Dedilər ki, insanları, müsəlmanları şübhəyə salmaq üçün. Dedilər ki, ey Muhammed, sənə güya ayə nazil olub ki, siz də sizin Allahdan qeyri ibadət etdiklərinizlə cəhənnəmin odunusunuz. Halbuki biz mələklərə, İsa'ya, Üzeyrə ibadət edirik. İndi onlar da cəhənnəm əhlidirmi, cəhənnəmin odunudurmu? Deyə Peyğəmbərə iftira atdılar ki, güya Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayə ilə İsa əleyhissalamın, Üzeyr əleyhissalamın, mələklərin cəhənnəm əhli olduğunu iddia edir. Və Allah Əzzə və Cəllə də onlara cavab olaraq bu ayəni nazil etdi. Ənbiya surəsi 101-ci ayədə Allah Əzzə və Cəllə buyurdu ki, haqlarında əvvəlcədən ən gözəl aqibət yazılmış kəslərə gəldikdə isə onlar cəhənnəmdən uzaq tutulacaqlar. Allah Əzzə və Cəllə bu ayə ilə onları istisna etdi. Və Şeyxülislam rahimehullah davam edərək buyurur ki, digər məsələlərə gəldikdə isə, bəli, mən bir kəsin La ilahə illallahın mənasını bilmədiyi müddətcə İslamın tam olmadığını deyirəm. Yanıma gələn kəslərə onun mənasını öyrədirəm. Allahdan başqasına yaxınlaşmaq üçün nəzir deyən kəsi təkfir edirəm. Eyni ilə bu nəziri qəbul edən kəsi də təkfir edirəm. Allahdan başqası üçün qurban kəsmək küfürdür. Kəsilən qurbanın əti də haramdır. Bəli, bütün bu iddialar doğrudur. Bütün bunlar haqqında Allahın və Rəsulunun sözlərindən, 4 imam kimi ittiba alimlərinin sözlərindən dəlillərim var. Bir də Allahın bu əmr üzərində tədəbbür edin. Allah Əzzə və Cəllə Hucrə surəsində 6-cı ayədə buyurdu ki, İncə əkum fəsiqun binəbəin fətəbəyyənu. Əgər fasik sizə bir xəbər gətirərsə, onu araşdırın. Bizim haqqımızda iftiralar çox yayıldı.
Bizim güya salih insanlara söydüğümüz, alimlerin yolundan başka bir yol tuttuğumuz insanlar arasında yayıldı. Bu iddiaları şərqə və qərbə qədər yaydılar. Bizim haqqımızda ağıllı kəsin söyləməkdən həya edəcəyi şeylər iddia etdilər. Güya mənə tabi olanlardan başqa hər kəsi təkfir edirəm. Onların nigahlarının səhih olmadığını deyirəm. Belə bir şey ağıllı insanın ağlına necə gələ bilər? Dəli olan və ağlını itirmiş kəsdən başqasının dilinə gəlməyəcək bu sözlərdən bəraətimi Allah Əzzə və Cəllənin huzurunda elan edirəm. Batil məqsədlərin arxasınca qaçanları Allah rəzil eləsin. Allaha həmd olsun ki, biz ittiba əhliyik, bidətçi deyilik. İmam Əhmədin məzhəbindəyik. Allahı, mələklərini və sizi şahid tutaraq deyirəm ki, mən Allahın dini üzərindəyəm. Elm əhlinə tabi oluram, onlara müxalifət etmirəm. Bu Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimehullahın özünə atılan iftiralara verdiyi cavabdır. Həqiqətən qardaşlar, elhamdülillah bu iftiralar və bundan daha iyrənc iftiralar bizə də atıldı və atılmaqda davam edirlər. Elə iyrənc, elə çirkin iftiralar ki, onları dilə gətirmək adama dəhşət verir. Allah bu iyrənc iftira sahiblərindən bizi mühafizə etsin. Allah bizim əvəzimizə onlardan intiqam almışdır şübhəsiz ki. Nə deyirlər? Belə deyirlər. Onlar saqqala görə pul alırlar. Onlar saqqalın uzunluğuna görə pul alırlar. Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsi olan saqqalı söydülər, istehza etdilər. Ona deyən kəslərin ailələrindən, oğullarından, qardaşlarından uzun saqqal saxlayan kəsləri çıxartdı Allah Əzzə və Cəllə. Kim ki bizə bu iftiraları atdı, Allah Əzzə və Cəllə onların ailələrindən, oğullarından, qardaşlarından, nəsillərindən uzun saqqal saxlayan, bu əqidəni qəbul edən kəsləri çıxartdı. Saqqala görə pul alırlar deyənlərin övladları, qardaşları saqqal saxlamağa başladı. Allah Əzzə və Cəllə onları öz dilləri ilə alçaltdı. Və ya şərəf, ləyaqət, insanlıq çatışmamazlığından əziyyət çəkən bəzi iyrənc məxluqlar belə dedilər. Bunlar ana bacıları ilə evlənirlər. Yəni bir insana belə iftira ilə əziyyət vermək nə deməkdir? Zərrə qədər insanlıqdan, şərəfdən, ləyaqətdən nəsibini almış heç kəs bu iftiranı dilə gətirməz. Bizə qarşı bu iftiranı atan, bu sözü deyən kim varsa, şərəf, ləyaqət, insanlıqdan zərrə qədər nəsibi olmamış məxluqdur. Yəni özünü insan hesab edən kəs belə bir şey dilinə gətirərmi? Və vallahi Allah onların əksəriyyətindən intiqam aldı. Onu deyənlərin öz ailələrində, qardaşlarının, oğullarının, dostlarının bu əqidəni, onların vəhabi dediyi əqidəni qəbul edənlər çıxdı. Yəni bugün dünəndə necə də oxşayır. Məkkə müşriklərinin böyükləri, natiqləri gecə-gündüz insanları Muhammed sallallahu aleyhi və səlləmin dinindən uzaqlaşdırmağa çalışarkən, bu dini alçaldarkən, bir tərəfdən də öz övladları, qardaşları müsəlman olurdu. Suhayl bin Amr Kəbədə insanları toplayıb Muhammed sallallahu aleyhi və səlləmin dinini pisləməklə əlaqəli moizə verib evə döndükdə oğlu Abdullahın Muhammedin dininə girdiyini görürdü. İslamın ən qatı düşməni olan Ütbə bin Rabi'a gecə-gündüz müsəlmanlar əleyhinə təbliğatlar apardığı vaxt oğlunun müsəlman olmasından xəbərsiz idi. Neçəsini eşitdik, neçəsinə şahid olduq. Şübhəsiz Allah Əzzə və Cəllə intiqam sahibidir. Allah istədiyini izzətləndirər, istədiyini də zəlil edər. Həqiqətən bugün dünənə necə də bənzəyir. Allah Resulü sallallahu aleyhi və səlləm insanları bu dinə çağıranda bir kəsin ailəsində kiminsə müsəlman olması onun üçün ən böyük utanc idi. Övladlarına işgəncə verməkdən, dinlərindən döndərmək üçün hər vasitəyə əl atmaqdan geri qalmazdılar. Biz də Allah Əzzə və Cəllənin imtihanı olaraq bu yolları keçdik. Bizim tövhid əqidəsini qəbul etməyimiz, xalqın şirk, küfür adətlərinə qarşı çıxmağımız, onların haram, küfür olan adətlərindən, məclislərindən, toylarından uzaq qalmağımız, onların Allahdan başqa ibadət etdiklərini inkar etməyimiz onlar üçün bir rüsvayçılıq idi. Filankəsin oğlu Vəhabi olub sözü onlar üçün ən ağır, ən utanc verici bir söz idi. Ki bugün də belədir. O qədər insanlar gördük, eşitdik ki, övladlarının narkoman, oğru, avarı olmasına razı oldular, amma sələfi olmalarına razı olmadılar. Bu eyni Məkkə zamanındakı, Məkkə müşriklərinin zamanındakı dövr idi.
Yəni biz illərlə bu imtahanlarla qarşı-qarşıya gəldik. Bir kəsin oğlunun saqqal saxlaması, balağı qısa yola çıxması sanki bir rüsvayçılıq, o nəsil adına bir bədbəxtçilik idi. Amma indi saqqal saxlamaq adi bir dəb olub. Allah Rəsulü sallallahu aleyhi və səlləmin sünnəti olaraq saqqal saxlayanlara vəhabi damğası vurdular. Amma indi boş-boş türk seriallarına baxıb həmən aktyorlara oxşamaq üçün saqqal saxlamaq bəyənilən əməl oldu. İndi saqqal saxlayanın Allah üçünmü, yoxsa dəb üçünmü saxladığını aid etmək mümkün deyil. Biz illərlə bu iftiralarla, bu imtahanlarla, bu böhtanlarla özləşməyə də davam edirik. Elhamdülillah. Allah Azze və Celle şübhəsiz bu dini tamamlayacaq, kafirlər istəsə də, istəməsə də. Allahın intiqamı çox şiddətli, çox alçaldıcıdır. Bu din o qədər qəribləşdi ki, dinin əslini, həqiqətini o qədər pozdular ki, əslindən o qədər uzaqlaşdı ki, insanları təkrar dinin əslinə, Allah Resulü sallallahu aleyhi və sələmin zamanındakı İslam'a çağırdığın zaman sanki tamamilə yeni dinə çağırırmış kimi qəbul etdilər. Şirki, küfrü, bidətləri din olaraq görən bir qövmə təmiz, saf İslamı izah etmək əlbəttə ki, çox çətindir. Çünki uşaqlar haqq zənn etdikləri batıl üzərə böyüdülər, böyüklər də bu üzərə yaşlandılar. Allah Resulü sallallahu aleyhi və sələmin gətirdiyi İslam heç də yeni bir din deyildi. Bütün peyğəmbərlərin gətirdiyinin eynisini gətirmişdi. Allah Resulü sallallahu aleyhi və sələmin dəvət etdiyi şeyə özündən əvvəlki bütün peyğəmbərlər dəvət edirdi. Bütün peyğəmbərlərin ortaq dəvəti idi bu. Amma insanlar haqq dindən o qədər uzaqlaşmışdılar ki, Allah Resulü sallallahu aleyhi və sələmin gətirdiyini yeni bir din hesab etdilər. Bu nəyə bənzəyir? Bir misalla, bir əfsanə ilə misal vermək olar. Bir hökümdar olur, güya bir əfsanədir təbii ki. Bir hökümdar olur, bunun övladı körpə ikən bir qulağını itirir, bir qəzada qulağı qopur. Bundan çox pis olur hökümdar ki, hökümdarın oğlu böyüyəcək, şikəst kimi böyüyəcək və bu travma ilə yaşaya bilməz. Hər kəsin 2 qulağı var, hökümdarın oğlunun isə 1 qulağı var, şikəst olacaq deyə əmr verir ki, bütün şəhərdə nə qədər insanlar var, hər kəsin qulağını kəssinlər, 1 qulağını kəssinlər. Hətta öz qulağını belə kəsdirir ki, oğlu böyüyəndə hiss eləməsin, oğlu böyüyəndə zənn etsin ki, elə bilsin ki, bu normaldır, yəni hər kəsin 1 qulağı olur deyə bu düşüncədə olsun. Və belə də edirlər. Üzərindən uzun illər keçəndən sonra bu ölkəyə, bu şəhərə başqa ölkənin səfirləri gəlir, elçilər gəlir, bir neçə elçi gəlir. Bu uşaq da artıq böyüyür, saraydadır və elçiləri qarşılayanda görür ki, bunların 2 qulağı var. Və başlayır qəhqəhə çəkib gülməyə, onları ələ salmağa ki, bunlara bax, bunların 2 qulağı var. Onları, 2 qulağı olanları şikəst, anormal hesab edir. Çünki heç vaxt görməmişdi bunu. Eyni ilə bugünkü İslam bu durumdadır. İnsanlar həqiqi İslamdan o qədər uzaqlaşıblar. Şirki, küfrü, bidəti din olaraq o qədər din kimi özlərinə qəbul ediblər. Din kimi mənimsəyiblər. Həqiqi İslamı, İslamın əslini, Allah Resulü sallallahu aleyhi və sələmin gətirdiyi həqiqi İslamı eşitdikdə onu qəribsəyirlər, onu ələ salırlar. Onu sanki həmin o 2 qulaqlı şəxs kimi, şikəst kimi qəbul edirlər. Yeni bir din kimi qəbul edirlər. Allah Azze və Celle bizi haqq üzərində yaşadıb, haqq üzərində canımızı, ruhumuzu alan kullarından eləsin. Allah Azze və Celle bizə və əhlimizə, millətimizə hidayət versin. Allah Azze və Celle millətimizə həqiqi İslamı, Allah Resulü sallallahu aleyhi və sələmin gətirdiyi İslamı öyrənməyə, onu qəbul etməyə müvəffəq etsin. Amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.